Bir Fələstinli qardaşımız deyib ki, biz yaşayırıq, siz isə ölmüsünüz. 57 İslam ölkəsi. 57 lənətə gəlmiş İslam ölkəsi. Biz nə vaxt bir özümüzə gələcəyik axı? Yoxsa biz elə ancaq onu bunu boykot eləməyi bacarırıq? Nə bilim, kola içmirik, maşınların üstünə bayraq yapışdırırıq və sosial şəbəkələrdə WhatsApp statuslarında ölmüş körpələrin cəsədləri ilə ağlamalı nəşidlər paylaşırıq. Güya nə oldu axı? Nə xeyri oldu bunun o Fələstinli körpələrə? Bu nəyə bənzəyir bilirsinizmi? Küçədə bir qrup adam bir nəfəri təkləyib onu yerə yıxıb təpikləyirlər. Biz isə ona kənardan baxıb təsəlli edirik ki, hə qaqa narahat olma, gözlə sənə nəşid oxuyaq. Ya da ünvanını ver, evinə bir paket düyü göndərək. Subhanallah, biz tarixə necə düşəcəyik? Necə utanmırıq özümüzə müsəlman deməyə? Satxınlıq və münafiqlikdir bu. Mən əminəm ki, əsirlikdəki bacılarımız və şikəst olmuş körpələr bizə lənət oxuyurlar və innən belə də oxuyacaqlar. 57 İslam ölkəsi. Hardadır gücünüz? 2 milyard müsəlmanlar. Hardadır axı bu ümmətin kişiləri? Ümmətin kişiləri UFC ilə məşğuldular. Avtomobillərlə, qarınları ilə məşğuldurlar. Tez axşam olsaydı yoldaşının yanına qıvrılıb yatardı deyə düşünürlər. Tək qayəmiz budur. Hamı öz nəfsini düşünür. Sərhədlər bağlıdır da, yoxsa biz gedərdik. Akşi, ona qalsa hamımız gedərdik. Gedib güya neyniyərdiz ki? Heç olmasa ərəb dilini bu videolu izləyənlərin neçə nəfəri bilir? 10 illərdir ki, Fələstin işğal edilir və İslam torpaqlarında müharibələr gedir. Və bütün bu vaxt ərzində biz nə ilə məşğul idik? Bu gün biz ümmətə dəstək olmağa hazırıqmı? Əlbəttə ki, xeyr. Nə ərəb dili bilgimiz var, nə elmimiz var, nə birliyimiz var, nə gücümüz var, heç nəyimiz yoxdur. Bugünkü müharibə əslində hər birimizin əsl üzünü ortaya çıxardı. Və əgər biz elə bu gün Allaha qayıtmasaq, dinimizin tələblərinə uyğun yaşamasaq və hər birimizin üzərinə düşən vəzifəni yerinə yetirməsək, bilin ki, hər şey o Fələstinli qardaşımızın dediyi kimidir. Biz həlak olmuşuq. Qaliblər isə o torpaqlarda şəhid düşən kişilər, qadınlar və körpələrdir. Rəbbim bizə bu ümmətin qələbəsinə səbəb olanların sırasında olmağı nəsib etsin.